Salam, vaxtınız xeyir olsun. Kombin istifadə qaydasını izah edirəm. Dedim, video çəkim, ataram sizə. Deməli, cihazı toka salırıq oradan. Gözləyirik, bıznak gəlir. Bıznak kombinin sönülü vəziyyətidir və dona qarşı müdafiə rejimi sayılır. İşə salmaq üçün bu düyməni bir də sıxırıq. Zontik şəkli yay rejimi sayılır. Bu rejimdə kombi işləyir, yalnız kraftlara isti su vermək üçün. Həmən düyməni bir də sıxıb 2 saniyə saxlayanda qaradam şəkli gəlir. Qaradam şəkli qış rejimi sayılır və görürsünüz orada radiator şəkli artıq görünür. Və alışma getdi. Hal-hazırda yanma kamerasına qaz yanır. Qış rejimi sayılır. Bu rejimdə temperaturu artırıb azaltma, yəni ayarlama düyməsidir. Temperaturu ayarlama düyməsi yuxarı artırır, aşağı azaldır. Bu krant şəkili olan düymə isə krantlardakı isti suyun temperaturudur. 40-45 dərəcə normal yummaq üçün yetərli temperatur dərəcəsidir. Reset düyməsi. Qaz kəsiləndə bloka düşür. Qaz gəldikdən sonra reseti sıxmalısınız ki, kombi işləsin. Qazın yandığını buradan bilirsiniz ki, alışma getdi, yanma kamerasına qaz yanır. Eləcə də sistemdə olan suyun təzyiqidir. Təzyiq nə vaxt sıfıra yaxınlaşsa, kombinin altında doldurma ventili var. Adi krant qaydasında açacaqsınız. Deməli, sola açılır. Bu vəziyyətə gətirirsiniz, sonra təkrar bağlamaq lazımdır. Və belə istifadə edirsiniz. Bu istifadə qaydasıdır. Nəsə sualınız olsa müraciət edə bilərsiniz. Xeyirli olsun, can sağlığını işlədəsiniz.